İnşallah bugün biz təzə bir modelimizi göstəririk. Canome 1225S. Çox gözəl modeldir, çox səssiz, rahat işləyir. Narahatçılıq yoxdur. Dərzi kimi də işlətmək olar, evdə də işlətmək olar. İndi biz göstəririk necə istifadə etmək lazımdır. Biz bu uşağımızı çəkirik sağ tərəfə, maşın işləmir. Çonluğumuzun sapını yığırıq. Sapımızı stolun üstüne nizamlayıcıdan sapımızı keçiririk. Yığırıq bunun üstünə. Bir neçə dəfə sardığımız üçün sağ eləyirik. Sağ eləyəndən sonra sapımızı yığırıq. Tam axıra qədər doldurmuruq. Qaytarırıq əçsinə. Bıçağımızı da qaytarırıq. Burada bizim qayçımız var. Qayçımızda sapı kəsirik. Və bu sap yığdığımız şpulkanı qoyuruq çonluğa. Həmən bu çonluğu da burada maşının öz yerinə. İndi keçirik üst sapı. Biz bu nizamlayıcıdan çıxardırıq sapı. Bu nizamlayıcıya salırıq. 1, 2, bu da 3. Sap eləyirik aşağıya. Qurçuqdan keçiririk və avtomatik maşını saplayırıq. Avtomatik saplayırıq. Maşın demək olar ki, özü sapladı. Sapı arxadan götürürük. Arxadan götürəndən sonra alt sapı qaldırırıq yuxarıya. Sapların ikisini də arxaya eləyirik. İkisi də arxada. Platformanı qoyuruq yerinə və başlayırıq işləməyə. Bu bizim elementar düz tikimizdir. Başlayırıq tikməyə. Çox sakit, çox rahat. İndi biz istəyirik ki, tikdiyimiz tikişi biraz balacaladaq. Biraz da balacaladaq. Və tam xırda tikişə qoyaq. İndi yenə qaydırıq 4-ə. İğnə aşağı eləyəndən sonra lapqanı qaldırırıq və keçirik başqa tikişlərə. S tikişimizi indi balacaladırıq. Biraz da balacaladırıq. Əvvəlki kimi gətiririk 1-ə. 1-də biz çox xırda və sıx tikirik. Görürsünüz, nə gözəl. Hətta biz bu tikişi üst-üstə 2 dəfə tikə bilərik. Burada bizim Pius SS-imiz var. Pius SS-lə 2 dəfə tikə bilərik. Görün, nə gözəl bir şey alınır. Çox gözəl. İndi biz keçirik D. SS-ə keçmirik, 4-lü işlədirik. 4-lü işlədirik, 3-lü işlədirik, 2-də işlədirik, 1-də işlədirik. Və yenə bayaqçı kimi Pius SS-li işlədirik. Və ikinci tablodur.
Aha. İndi biz burada bir tikişimiz var. Bu belə bir tikişimiz var. Bu tikişimiz demək olar ki, bu averloku əvəz edir. Xanımlar var evdə averlok işlətmək istəyirlər. Onlara məsləhət görürəm ki, averlok almağa ehtiyac yoxdur. Yəni bu tikişlə həmin averlokun əvəz eləmək mümkündür. Evdə işlətmək üçün. 5 manat 30 gəlir. İndi həmin tikişi tikirik biz. O zaman mahkeme bəs. Yəni bu tikiş zigzag deyil. Bu averlok tikişidir. Biz bu tərəfini də göstərək. Əks tərəfi, düz tərəfi, əks tərəfi. İndi biz zigzag diriyəsi İndi baxın, bu zigzagımızdır, bu amma averlokumuzdur. Fərqi görürsünüz. Bu demək olar ki, averlok kimi tikir. Yalnız kəsmir. Averlok kimi tikir, qatlayır, tikir. Hansı ki, cırılan parçaları elə tikir ki, elə bir iş cırılmıyor. Bir-birinə yaxınlaşır, toxuyur. Vaxtımız nə qədər? İndi baxın. Deməli, parçanı, cırılmış parçanı toxuyur. Bir də istəsəniz tikirik. Yəni bu qədər qalını tikməyi bacarır. Şimdi yemeğimizin qalın tikməyi. Hemen də tikməyi bacarır. Qaçını kəsirik. Var.